Rusiyaya məxsus Suxoi Su-30 qırıcısı cümə günü Krım yarımadasında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə Dövlət Xəbər Agentliyi məlumat yayıb və xəbərdə Rusiyanın müdafiə qurumlarının verdiyi məlumatlara istinad olunub. Hər iki pilot toqquşmadan əvvəl katapult vasitəsilə təyyarəni tərk etməyə nail olub və onların heç bir xəsarət almadan sağ qaldığı bildirilib. Rusiya Müdafiə Nazirliyi təyyarənin qəza zamanı silahsız olduğunu təsdiqləyib. Hadisə yerinə dərhal fövqəladə xidmət qüvvələri göndərilib, axtarış xilasetmə qrupları isə qısa müddət sonra ekipaj üzvlərini taparaq təxliyə edib. Rəsmilər pilotların tamamilə sağ-salamat olduğunu vurğulayıblar. Hazırda qəzanın səbəbi hələ müəyyən edilməyib. Səlahiyyətli qurumlar hadisəyə nəyin səbəb olduğunu müəyyənləşdirmək üçün fəal araşdırmanı davam etdirirlər. Bu, Rusiyaya məxsus hərbi təyyarənin Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən ilk hadisə deyil. Daha əvvəl 31 mart tarixində An-26 hərbi nəqliyyat təyyarəsi yarımadada qəzaya uğramış, nəticədə ekipajın 7 üzvü və göyərtədə olan 22 sərnişin həlak olmuşdu. Təyyarə qayaya çırpılmışdı və ilkin səbəb kimi texniki nasazlıq göstərilmişdi. Həlak olanlar arasında Şimal Donanmasının Qarışıq Aviasiya Korpusunun komandanı general-leytenant Aleksandr Otroshenko da var idi. O, 2022-ci ilin fevralında Ukraynaya qarşı Rusiyanın geniş miqyaslı işğalının başlanmasından bəri həyatını itirən 14-cü Rus generalı olmuşdu. Rəsmilər təyyarədə kənar təsir izlərinin olmadığını bildiriblər. Bu isə raket, pilotsuz uçuş aparatı və ya quş zərbəsi kimi amillərin qəzanın səbəbi hesab edilmədiyini göstərir. Qalıqlar daha sonra axtarış xilasetmə əməliyyatı zamanı tapılıb. An-26 Sovet dövründə hazırlanmış modeldir və əsasən hərbi məqsədlər üçün istifadə olunur. Adətən yük daşınması ilə yanaşı, qısa və orta məsafələrdə məhdud sayda sərnişinin daşınması üçün də istifadə edilir. Bu təyyarə Ukraynanın aviasiya şirkəti Antonov tərəfindən istehsal olunur. Qeyd etmək lazımdır ki, Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən qanunsuz şəkildə ilhaq edilib. Ukraynanın Ali Hərbi Komandanı Aleksandr Sırski bildirib ki, Kremlin 2025-ci il üçün nəzərdə tutduğu geniş miqyaslı əməliyyat planı uğursuzluğa düçar olduqdan sonra Rusiya qoşunları ağır itkilər verərək geri çəkilməyə başlayıb. Kremlin planına Dnepropetrovsk və Zaporojye vilayətlərinin böyük hissəsinin ələ keçirilməsi daxil idi. Sırski qeyd edib ki, Rusiya qüvvələri fasiləsiz hücum təzyiqini davam etdirsə də, Kupiansk və Pokrovskun ələ keçirilməsi kimi əsas strateji məqsədlərə nail ola bilməyiblər. Bunun başlıca səbəbi Ukrayna müdafiə xəttinin möhkəm dayanması olub. Yerli mediaya verdiyi müsahibədə Sırski izah edib ki, Rusiya hücumları demək olar ki, fasiləsiz xarakter daşıyıb və 2025-ci ildən 2026-cı ilə heç bir real fasilə olmadan keçib. Hətta yeni il ərəfəsində əlverişsiz hava şəraitində belə Rusiya qüvvələri əməliyyatları azaltmaq əvəzinə yüksək səviyyədə hücum fəaliyyətini davam etdirib. O vurğulayıb ki, Moskvanın 2025-ci il üçün ambisiyaları faktiki olaraq əldə etdiklərindən qat-qat böyük idi. Məlumata görə Rusiya planlarına Donetsk və Lugansk üzərində tam nəzarətin qurulması, Zaporojye və Dnepropetrovsk istiqamətlərində böyük ərazi qazancları, həmçinin Suma və Xarkov kimi şimal bölgələrində bufer zonalarının yaradılması daxil idi. Bundan əlavə Xerson və Nikolayev istiqamətində əməliyyatların genişləndirilməsi niyyətləri də var idi. Sırski qeyd edib ki, bu geniş məqsədlərlə yanaşı Kupianskin güya bir neçə dəfə ələ keçildiyi barədə təkrar ictimai açıqlamalar verilsə də, sonradan bunların əsassız olduğu ortaya çıxıb. Pokrovsk ətrafındakı vəziyyət iddialarla reallıq arasındakı fərqi açıq şəkildə göstərir. 2024-cü ilin sonlarından etibarən Rusiya mənbələri şəhərin ələ keçirildiyini dəfələrlə bildirsələr də, Ukrayna qüvvələri onu hələ də uğurla müdafiə edir. Rusiya qoşunları Minograd və Pokrovskun şimal girişləri kimi yaxın ərazilərə hücumları cəmləşdirsə də, müdafiə xəttini yara bilməyiblər. Sırskinin sözlərinə görə gündəlik hücumlar
Rusiya tərəfi üçün ciddi itkilərlə nəticələnsə də heç bir əhəmiyyətli irəliləyiş əldə olunmur. Eyni zamanda Rusiya qüvvələri irəliləməyə çalışmaqda davam edir və kiçik sınaq xarakterli hücum qrupları vasitəsilə Ukrayna mövqelərinə tədricən nüfuz etməyə yönəlmiş yaz hücum kampaniyasına başlayıb. Lakin bu cəhdlər çox yüksək itkilər bahasına başa gəlir. Sırski bildirib ki, mart ayında cəmi 4 günlük müddət ərzində Rusiya itkilər 6000-dən çox hərbiçini ötüb. Analitiklərin fikrincə, Ukraynanın müdafiə xətlərini qoruyub saxlamaq qabiliyyəti Rusiyanın yenidən geniş miqyaslı hücum planlarını pozub. Ağır itkilər həmçinin Rusiyanın canlı qüvvə ehtiyatını zəiflədib və bu çatışmazlığı kompensasiya etmək üçün komandanlıq bölmələri kritik sektorlara yenidən yerləşdirməyə məcbur olub. Ukraynada Rusiyanın 4 ildir davam edən işğalçı müharibəsini dayandırmaq üçün diplomatik səylər nəticə vermədiyi üçün Moskvanın məqsədlərinə yenidən hərbi əməliyyatlar vasitəsilə nail olmağa hazırlaşdığı görünür. Rusiya qoşunları artıq cəbhə xəttinin bir neçə istiqamətində hücumları gücləndirib və əsas hədəf kimi Şərqi Donetsk bölgəsini seçib. Mart ayının ortalarından etibarən müxtəlif cəbhə sahələrində hücumların intensivliyi artsa da, əsas diqqət bir neçə mühüm istiqamətdə cəmlənib. Xüsusilə möhkəm istehkamlaşdırılmış şəhər əraziləri əsas məqsəd olaraq qalır. Moskva, Slovyansk və Kramatorsk istiqamətində irəliləməyə çalışır. Məqsəd bu mühüm şəhər qrupunu birbaşa hücumla deyil, bir neçə istiqamətdən yaxınlaşaraq mühasirəyə almaqdır. Lakin Kostiantynivka və Liman Ukrayna qüvvələrinin nəzarətində qaldığı müddətdə Slovyansk və Kramatorska birbaşa hücum kampaniyasına başlamaq Rusiya üçün çətin olaraq qalır. Bildirilir ki, Rusiya aprelin sonuna qədər Kostiantynivkanı ələ keçirməyi, ilin sonunadək isə bütün Donetsk vilayətinə nəzarəti təmin etməyi hədəfləyir. Cənub istiqamətində də təzyiq artır. Rusiya qoşunları Dnepropetrovsk vilayəti ilə Zaporojye vilayəti sərhədinə yaxın mövqeləri gücləndirir. Eyni zamanda Hulyaypoli və Orixiv ətrafında əməliyyatlara hazırlaşır. Bütün bu ambisiyalara baxmayaraq, indiyədək həlledici yarılma əldə olunmayıb. Hücum artıq müəyyən məhdudiyyətlərlə üzləşib və sürətli, geniş miqyaslı irəliləyiş imkanını hələ nümayiş etdirə bilməyib. Martın ortalarından etibarən Rusiya qüvvələri faktiki olaraq mövsümi hücum kampaniyasına başlayaraq cəbhənin böyük hissəsində hücumları yeniləyib. Ukrayna müdafiəçiləri ilkin hücumları dəf etməyə nail olub və qarşı tərəfə ciddi itkilər verdirib. Hazırda aktivliyin artması tam miqyaslı hücumdan daha çox müdafiə xətlərini yoxlamaq məqsədi daşıyan sınaq əməliyyatlarını xatırladır. Bu, əvvəlki illərdə müşahidə olunan tendensiyalara uyğundur. Qış fasiləsindən sonra yazda hava şəraitinin yaxşılaşması ilə əməliyyatlar intensivləşir. Torpağın bərkiməsi ağır texnikanın hərəkətini asanlaşdırır. Bitki örtüyünün artması isə irəliləyən bölmələr üçün gizlənmə imkanı yaradır. Lakin təxminən 1200 km uzanan bütün cəbhə boyu geniş miqyaslı hücum aparmaq üçün Rusiyanın kifayət qədər canlı qüvvəsi və resursu yoxdur. Buna görə də yaxın aylarda əsas səylərin məhdud sayda prioritet sektorlarda cəmləşdirilməsi və digər istiqamətlərdə lokal əməliyyatlarla Ukrayna qüvvələrinin yerində saxlanılması ehtimal olunur. Bu kampaniyanın əsas məqsədi Slovyansk və Kramatorsk uğrunda gələcək döyüşlər üçün zəmin yaratmaqdır. Bunun üçün Rusiya qüvvələri Ukrayna baş qərargahının qeyd etdiyi Liman istiqaməti, Slovyansk və Kostiantynivka istiqamətlərində əməliyyatları gücləndirib, eyni zamanda Pokrovsk istiqamətində təzyiqi davam etdirir. Ukrayna ordusunun nümayəndəsi Hrihoriy Shapoval bildirib ki, ən şiddətli döyüşlər hazırda Pokrovsk və Kostiantynivka yaxınlığında gedir. Onun sözlərinə görə Ukrayna qüvvələri Pokrovsk və Mirnohrad üzərində nəzarəti saxladığı müddətdə digər ərazilərdə geniş hücum əməliyyatları ehtimalı azdır. Shapoval əlavə edib ki, 7-ci korpusun bölmələri də daxil olmaqla Rusiya qüvvələri Pokrovsk, Mirnohrad zonasında aktivdir və burada logistik təminat bazası yaradıblar. Ərazilərin bir hissəsi Ukraynanın nəzarətində qalsa da, böyük hissələr boz zonaya çevrilib, yəni heç bir tərəf tam nəzarətə malik deyil.
Rusiyanın Slovyansk və Kramatorsk'u ələ keçirmək planı birbaşa və yüksək itkiyə səbəb olan hücumlardan yayınmağa əsaslanır. Plan bu möhkəmləndirilmiş şəhərlərə frontal hücum deyil, onları bir neçə istiqamətdən mühasirəyə almaq və təcrid etməklə təzyiq altında çökməyə məcbur etməkdir. Kostiantynivka ətrafında döyüşən bölmələr şimala doğru irəliləməni davam etdirərək Druzhkivka və daha sonra cənubdan Kramatorsk'u hədəf alır. Şimal tərəfdən isə Rusiya qoşunları liman istiqamətindən Slovyanska doğru irəliləyərək cinahı qorumağa çalışır. Eyni zamanda Siversk və Soledar yaxınlığında fəaliyyət göstərən qüvvələrin şəhər qrupuna şərqdən yaxınlaşacağı gözlənilir. Son məlumatlara görə Ukraynanın 3-cü Ordu Korpusu Borova və liman yaxınlığında Rusiyanın geniş miqyaslı mexanikiləşdirilmiş hücumunu uğurla dəf edib. Hücumda onlarla zirehli texnika və çoxsaylı motorlu bölmələrin iştirak etdiyi bildirilir. 3-cü Ordu Korpusunun sözçüsü Aleksandr Borodin qeyd edib ki, kiçik sızma qrupları adətən tez aşkar edilərək zərərsizləşdirilir. O həmçinin bildirib ki, müharibənin əvvəlində görülən sürətli mexanikləşdirilmiş hücumlar Rusiya üçün xüsusilə texnika itkisi və təmir baxımından çox baha başa gəlir. Bu səbəbdən Rusiya qüvvələrinin daha çox tükəndirmə strategiyasına üstünlük verdiyi görünür. Kiçik və asan itirilə bilən piyada qruplarından istifadə etməklə onlar Ukraynanın qüvvələri rotasiya etmə və müdafiə xəttinin bütövlüyünü qoruma imkanlarını zəiflətməyə çalışırlar.